Salam, 26 oktyabr keçirilən güvən sınaq imtahanının 9-cu sinif üzrə olan testlərin izahına baxmağa çalışacağıq. Birinci sualımıza baxaq. Hansı mülahisədə verilmiş meyvə tipinə, hansı mülahisənin verilmiş meyvə tipinə aid etmək olar? Şəkildə gördüyümüz kimi fındıq meyvə verilmişdir. Baxaq, meyvə yanlığı xaricdən nazik dəriciklə örtülmüşdür. Bu, deməli, mürəkkəb çiçəklərə aiddir. Toxumca meyvəyə quru və çox toxumludur, xeyr. Qurudur, lakin çox toxumlu yox, bir toxumludur. Meyvə yanlığı toxuma bitişikdir, xeyr. Meyvə yanlığı gördüyümüz kimi odunlaşmışdır. Yetişəndə quruyaraq açır və toxumlarını ətrafa səpələyir. Bu, paxla meyvələrə xas olan bir xüsusiyyətdir. E variantı doğrudur. Əmələ gəlməsində iştirak edən yumurtalıq sayı yumurtacıq sayına bərabərdir. Çünki bir toxumludur. E variantı doğru variantdır. İkinci sualımıza baxaq. Bitkilər verilib bizə 1, 2, 3 rəqəmi ilə. Birinci bitkimiz deməli kök yumrularına aiddir. Kök yumruları bildiyimiz kimi Georgin və qaymaq otu ola bilər. Onda B variantı, C variantını silək. İkinciyə baxaq. Deməli ikinci bitki gövdə yumrularına aiddir. Gövdə yumruları kartof və yer armudunu götürə bilərik. Deməli, E variantı da getdi. Və üçüncü bitkimiz isə soğanaqlara aiddir. Soğanağa isə qaz soğanı, nərgizi, laləni və adi soğanı götürə bilərik. Deməli, doğru variantımız D variantına uyğun gəlir. Üçüncü, əgər bitkidə yaxşı inkişaf etmiş qabığı olan toxumlar meyvə yanlığındakı ara kəsmə üzərində yerləşirsə, bu deməli buynuz meyvədir. Buynuz meyvədə burada E hərfi ilə işarə olunub, kələm aiddir. Dördüncü sualımıza baxaq. Örtü toxumlu bitki yarpağında üst dəricik hüceyrələrinin bilavasitə altında yerləşir. Ümumiyyətlə, yarpağın üst dəricik hüceyrələrinin alt dəricik hüceyrələr arasında bildiyimiz kimi yarpağın əsas hissəsi olan süngərvari və sütunvari toxuma yerləşir. Üst dəriciyə birləşən sütunvari toxumadır. Onun altında da süngərvari toxuma yerləşmişdir. Üst dediyi üçün A variantını götürürük. Beşinci sualımıza baxaq. Su kökün sorucu zonasında əmici tellərdən bilavasitə hara keçir? Təbii ki, kökün qabıq hüceyrələrinə daxil olur. A variantı. 6. Düzgün fikirləri seçək. Heyvanların bədənində baş verən qaz mübadiləsinin tənəffüs sistemi təmin edir. Doğrudur. Traxeyalar suda həll olmuş oksigenlə tənəffüsə xidmət edir. Bu qəlsəmələrə aid fikirdir. 2 yanlışdır. Yanlışları çıxdaş edək. 3. Ağciyər atmosfer havası ilə tənəffüsə xidmət edir. Doğrudur. 4. Suda yaşayan canlılar yalnız deməli qəlsəmələrlə tənəffüs edir. Bu yanlış fikirdir. Çünki ağciyərlərlə də tənəffüs edə bilər. Məsələn, balina, delfin və ya su iti. Doğru fikirləri istəyirdi bizdən 1, 3, 6-cıda da A variantımız uyğun gəlir. 7-ci sualımıza baxaq. Soğanağı xaricdən örtərək onu ətraf mühitin əlverişsiz təsirlərindən qoruyan quru pulcuqlar hansı orqanın şəkil dəyişməsidir? Yəni, soğanın qabığı. Soğanın qabığı yarpağın şəkil dəyişməsidir. B variantı. 8-ə baxaq. Səhv bəndi müəyyən edin. İkievli bitkinin çiçəyində ikievli dediyi üçün deməli burada bir cinsli çiçəklərdən söhbət gedir. Bir cinsli. Kəsə yarpaqlar olmaya bilər. Olmaya bilsin. Erkəkcik olmaya bilər. O da doğrudur. Dişicikli çiçək də ola bilər. Həm dişicik, həm erkəkcik olur. Bu yanlış fikirdir. Çünki bir cinsli çiçəkdir. Əgər bir evli bitki olsaydı, iki cinsli, burada həm erkəkcik, həm də dişicik ola bilərdi. Davam edək. 9-cu sualımıza baxaq. Uyğunsuzluğu deyir, müəyyən edin. Çoxqatlı yapısı epiteli toxuması dərinin üst qatı düzdür. Birləşdirici toxuma qan, bu da doğrudur. Kirpici epiteli toxuması tənəffüs yollarındadır, doğrudur. Sinir toxuması piyin, yox, elə sinir, deməli sinirin aiddir. Əzələ toxuması da skelet əzələsinə aiddir. Doğru variantımız D oldu uyğunsuz olaraq. 10-cu sualımıza baxaq. Doğru mülahisələri seçin. Bütün bitkinin yarpaqlarında saplaq olur, xeyr. Məsələn, mürəkkəb səbətdə, sonra başçıqda, sümbüldə, bunlarda saplaq olmur. Bir yanlışdır. 2. Kök üsküyü kökün ucunu zədələməkdən qoruyur. Doğru fikirdir. Əksər bir ləpəli bitkilərdə yarpaq damarlanması torvari yox. Deməli, paralel və yaxud da qövsvarıdır. 4. Əsas kök toxumu rüşeym kökü ilə inkişaf edir. Doğrudur. Doğru mülahisələr 2, 4, D variantımız uyğun gəlir.
11. Prokaryotlara aid canlıların insanda törətdiyi xəstəlikdir. Prokaryotlara bakteriyalar aiddir. Qrip, qits, qızılca bunlar virusların törətdiyi xəstəliklərdir. Homoz bakteriyaların törətdiyidir, lakin bitkilərdə, məsələn, pambıq bitkisində, vəba isə insanda bakterial xəstəlikdir. Doğru variantımız E variantı. 12-yə baxaq, generativ tumurcuqdan nə inkişaf edir? Generativ tumurcuqdan bildiyimiz kimi çiçək qrupu və yaxud da tək çiçək inkişaf edir. A variantı. 13-ə baxaq, şəkildə bitkinin deməli bir çiçəyində erkəkçiklərin sayı tacı əmələ gətirən strukturların sayından neçə ədəd çoxdur? Burada erkəkçikləri saysaq, bir dəqiqə biraz böyüdüm. Erkəkçikləri saysaq 1, deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 ədəd erkəkçiklədir. Tacı əmələ gətirən strukturlarda bildiyimiz kimi ləçəklərdir. Ləçəklərdə 1, 2, 3, 4, 5 ədəd ləçək vardır. Deməli, neçə ədəd çoxdur? 12-dən 5-in çıxırıq 7. 7 ədəd çoxdur. Doğru variantımız D variantı olmuş olur. Kiçildim bunu. 14-ə baxaq. Həm bitki, həm də göbələk hüceyrəsində olur. Xloroplast yalnız bitkidə olur. Biri çıxsaq, çıxdaq eləyək. Buradan da 2 hüceyrə divarı doğrudur. Plazmatik membran doğrudur. 2, 3. Leykoplast bitkilərdə olur. Xromoplast bitkilərdə olur. Doğru cavabımız 2, 3. C variantına uyğun gəlir. 15-ci suala baxaq. Soğanın çiçək qrupu bildiyimiz kimi sadə çətirdir. Şüiddəki kimi olsaydı, yəni şüiddə mürəkkəb çətirdir. Onun çiçəkləri mürəkkəb çətir çiçək qrupunda toplanardı. Doğru variantımız E variantı olmuş olur. Obyektivin üzərində deməli 40 yazılan mikroskopun böyütmə dərəcəsi N olarsa, okulyarın üzərində yazılan ədədi necə hesablamaq olar? Bildiyimiz kimi okulyarı üzərində yazan rəqəmi obyektivin üzərində yazılan rəqəmə vurduqda biz deməli mikroskopun böyütmə dərəcəsini tapırıq. Böyütmə dərəcəsini N ilə verib, obyektivin üzərində 40 verilibsə, məhsul hasili tapmaq üçün nə edirik? Deməli, hasili məhsul vuruqu üzr istəyirəm. Hasili vuruqlardan birinə bölürük. Deməli, N bölünsün 40-a bərabərdir. Doğru variantımız B variantı olmuş olur. Davam edək. 17-ci sualına. Verilmiş meyvələrdən hansılarda meyvə yanlığın daxili qatı daşlaşmış olur? Bildiyimiz kimi bu çərdək meyvələrə aiddir. Buradan da çərdək meyvə 1 rəqəmi ilə 3 və 5. Şaftalı, albalı və ərik. Günəbaxan bildiyimiz kimi toxumca meyvədir. Pomidor da gilə meyvədir. 1, 3, 5. E variantımız doğru variantdır. 18. Örtük toxumlu bitkilərdən mantar hansı toxumanın növüdür? Mantar təbii ki, örtük toxumandır. E variantımız uyğun gəlir. 19. Münbit torpağa səpilmiş 20 ədəd yer kökü toxumundan maksimum neçə meyvə kök əmələ gələr? Meyvə kökün əmələ gəlməsində əsas kök və gövdənin aşağı hissəsi iştirak edir. Bildiyimiz kimi bir deməli kökdə bir əsas kök olur. Bir toxumdan bir əsas kök inkişaf edirsə, 20 ədəddən elə 20 ədəddə əsas kök inkişaf edəcək, 20 ədəd toxumdan və 20 ədəddə meyvə kökü əmələ gələcək. Doğru variantımız C variantı. 20-ci sual. Buğda toxumunda ruşeymin hissəsidir. Ruşeymin ümumiyyətlə hissələrinə kökcük, gövdəcik, tumurcuq və ləpə aiddir. Və burada da ləpəni verilmişdir. D variantımız uyğun gəlir. 21-ə baxaq. Şəkildə hansı orqan və yaxud da orqanların şəkil dəyişmələri göstərilmişdir? Kök, deməli, meyvə kökündə, yer kökündə deməli meyvə kökdür və əsas kök və gövdənin aşağı hissəsi iştirak edir. Kartof yumrusu isə gövdənin şəkil dəyişməsi yalnız gövdənin deməli şəkil dəyişməsinə əmələ gəlir. Deməli doğru variantımız B variantı olacaqdır. Kök və gövdənin. 22-yə baxaq. Yarpaqları növbəli düzülmüş 2 zoğda cəmi 11 tumurcuq var. Birinci zoğda 4 ədəd qoltuq tumurcuğu var. 4 ədəd qoltuq tumurcuğu varsa 1, 2, 3, 4 və biri də təpə tumurcuğudur. Deməli cəmi 5 dənə tumurcuq var
İkisində cəmi 11 dənədirsə, 11-dən 5-in çıxırıq, 6-sı da ikinci zoğa düşür. Və ikinci zoğda deyir, neçə yarpaq qoltuğu vardır. 6 dənə tumurcuğu burada çəksək, yenə 1, 2, 3, 4, 5. 5-i yana çəkirik. Bir ədədin isə təpə tumurcuğunu qeyd edirik. Deməli, 5 dənə oldu bizdə. 5 dənə yan tumurcuqdursa, 5 dənə də yarpaq qoltuğu olacaqdır. Doğru variant C variantımızdır. 23-cü testə baxaq. Euler-Venn diaqramına əsasən doğru olanları seçək. Bizə verib cüt lələkvari və üçər mürəkkəb yarpaq verilmişdir. Yarpaqcıqlar bığcığa çevrilə bilər. Bu deməli, biri burada verməli deyildi. Burada ola bilərdi. İkinci, yarpaq ayaqları ilə saplaqların sayı bərabər deyil. İkinci, deməli, doğru fikirdir. Fikir doğrudur. At şabaldı bitkisinin yarpaq quruluşu ilə eynidir. Yəni, mürəkkəb, deməli, cütlələk varini deyir. At şabaldında barmaq var idi, ona görə də 3 də yanlışdır. Çiyələk bitkisinin yarpaq quruluşu ilə eyni olan, deməli, bu yox, 3-ər olmalı idi. Lobya bitkisi ilə eyni yarpaq quruluşuna malikdir. Yenə 3-ər doğrudur. Deməli, doğru variantımız 2 və 5 oldu. Davam edək 24-cü sualına. Cədvələ əsasən x-la y-ı deyir toplayaq. 2 qat çiçək yanlıqlı bir cinsli çiçək və bir çiçəkdə çiçək hissələrinin sayının cəmi. Sayının cəmi 5 eləyəcək. Niyə? Saplağı, çiçək saplağı, çiçək yatağı, ləçək, deməli saplaq, yataq, ləçək, kasa yarpağı və bir cinsi olduğu üçün erkəkcik və yaxud da dişicik olacaq ikisindən biri. Elədi 5. Y-qa baxaq, sadə çiçək yanlıqlı 2 cinsi çiçək dediyi üçün burada da nə olacaq? Yenə saplaq, yataq, 2 cinsi dediyi üçün erkəkcik də olacaq, dişicik də olacaq və yarpaqcıqlar olacaq. Yenə də 5 elədi. Deməli, y-qımız da 5-ə bərabər oldu və ikisinin cəmini soruşduğu üçün 5-dən 5 bərabərdir 10. 25-ci sualımıza baxaq. Hansı çiçək qruplarında saplaqsız çiçəklər ola bilər? Mürəkkəb çətirdə ola bilməz, sadə salxımda ola bilməz, səbətdə ola bilər, 3. Sonra başçıqda ola bilməz, yəni saplaq ola bilməz, saplaqsız ola bilər və sadə sümbüldə 3, 4, 5-də saplaqsız çiçəklər ola bilər. 26-ya baxaq. Həşəratlarla qidalanan bitkilər seçin. Həşəratlarla qidalanan bitkilər bilirik ki, azot çatışmayan torpaqlarda deməli yetişirlər və azotla təmin olunmaq üçün deməli həşəratlarla qidalanırlar. Onlara şeh çiçəyini misal göstərə bilərik, milçək tutanı misal göstərə bilərik və nepentezi misal göstərə bilərik. 1, 3, 5. 27-yə baxaq. Quş əppəyi toxumu verib və soğan toxumu verib. Quş əppəyi bildiyimiz kimi 2 ləpəlidir. Soğan isə 1 ləpəli bitkilərə aiddir və uyğunluğu müəyyən edək. Ehtiyat qida maddələri rüşeymdə toplanır. Bu deməli quş əppəyinə aiddir. 1-ə A-nı yazacağıq. 1-ə A-nı yazacağıq. Rüşeymində 1 ləpə olur. 1 ləpəli dedik soğandır. Ehtiyat qida maddələri endospermdə yerləşir. O da deməli 1 ləpəlilərdədir, deməli soğanda olacaq. Generativ orqandır. Toxum ümumiyyətlə generativ orqan olduğu üçün hər ikisinə aiddir. Rüşeymdə 2 ləpə olur. Quş əppəyi 2 ləpələrə aiddir. Deməli 1 A, E, 2 D, 3 isə B, C variantı uyğun gəlir. Və nəhayət situasiya suallarına baxaq. Sizə təqdim olunmuş situasiyanı diqqətli oxuyun və burada verilmiş məlumatlardan istifadə edərək aşağıdakı tapşırıqları cavab kağızında yerinə yetirin yazaq. Tədqiqatçı mikroskopda palıd yarpağının müəyyən sahəsində müşahidə apararaq xlorofilə malik 600 yaşıl hüceyrə saymışdır. Tədqiqatçı müşahidə etdiyi xlorofilə malik yaşıl hüceyrələr hansılardır? Yaşıl hüceyrələr bildiyimiz kimi deməli sütunvari toxumada yerləşir, süngərvari toxumada yerləşir və ağızcıq hüceyrələrində yerləşir xlorofilə malik hüceyrələr. 29-a baxaq. Tədqiqatçı müşahidə etdiyi xlorofilə malik hüceyrələrin hansı və ya hansıları əsas toxumaya aiddir? Əsas toxumaya malik olan yarpağın lətidir. Yarpağın ləti də yenə də sütunvari toxuma ilə süngərvari toxuma aiddir. Əsas toxumaya.
Və 30-cu sualımıza baxaq. Tədqiqatçı müşahidə etdiyi yarpaq sahəsində əsas toxumaya aid xlorofilli hüceyrələrin ümumi sayı 500 olarsa, yəni sütunvari və süngərvari toxumaya aid olan hüceyrələrdə 500 xlorofil varsa və cəmi də burada verilmişdir ki, 600 yaşıl hüceyrədə xlorofil sayılmışdırsa, deməli biz 600-dən 500-ü çıxacağıq, bunun 100-ü dərici hüceyrələrinə düşəcək. Və deyir ki, həmin sahədə neçə ağızcıq saymaq olar? Biz bilirik ki, bir ağızcıqda 2 qapayıcı hüceyrə varsa, 100 dənə qapayıcı hüceyrədə nə qədər? Deməli, ağızcıq olar x qədər. X-ımız da bərabərdir. 100-ü 2-yə böləcək, 50-yə bərabərdir.